Salam, axşamınız xeyir, Şəmsəddin Başaq. Şəmsəddin Başaq, mənim 2 dənə evladımı öldürüblər. Biri qardaşımın balası, biri də mənim böyük var, bir dənə balam var idi. Onu aparıb öldürüblər Ağdaşın polisləri. Dəfələrlə Kamran Əliyevdən görüşməyimə baxmayaraq 4 dəfə görüşmüşəm, iş araşdırmayıb. Fuad Ələsgərovdan görüşmüşəm. İman Kərimovdan görüşmüşəm. Bütün Azərbaycanın məmurları ilə görüşmüşəm. Saysız Mehriban xanıma, İlham Əliyevə məktublar yazmışam, telegramalar vurmuşam. Mənim 2 dənə balamın 2 il, yanvar ayının 22-sində tamam olacaq. Bugünkü günətən iş araşdırılmır, baxılmır. Aparan Ağdaşın polisləri, öldürən polis, öydən aparan polis, Ağdaşın rəisi, prokurlu, heç biri iş araşdırmır, baxmır. Ali Cinayətlər Məhkəməsinə vermişəm şəkiyə. Orada da cinayətkarı ortaya gətirmirlər. 1 ildir gedib gəlirəm, iş araşdırıb baxmırlar. Ümidim, pənahım sizsiz. Sizdən dönə-dönə xahiş edirəm. Mənim səsimi bütün dünyaya yay. Belə haqsızlıq olmaz. Belə zülüm olmaz. Sağ ol, sağ ol.